Sual verən bildirir ki, bəzi insanlar öz aralarında, xüsusən dindarlar öz aralarında dövlət başçısının əleyhinə danışırlar və onlara nəsihət olunduqda isə bunu istehza ilə qarşılayırlar və qarşı tərəfə istehza edirlər və belə insanlara nəsihət etməyimizi xahiş edirlər. Əvvəla bunu qeyd edim ki, belə etmək bu sələfin mənhəci deyil, sələfin yolu deyil və biz baxsaq görərik ki, İslam alimləri, istər əvvəlkilər, istər müasirlər hamısı dövlət başçısının əleyhinə, yəni insanlar arasında dövlət başçısının əleyhinə danışmağı qadağan edirlər və bildirirlər ki, belə etmək bu xavaricliyin bir növüdür. Hətta bəzi alimlər buna gizli xavariclik deyirlər və bunu silahla dövlət başçısına qarşı çıxanlardan daha şiddətli olduğunu bildirirlər. Çünki belə etmək dövlət başçısının heybətini azaldır və insanları dövlət başçısına qarşı çıxmağa sövq edir. Və ona görə belə etmək düzgün deyil və mən o qardaşlara, həmin insanlara nəsihətim budur ki, bütün məsələlərdə olduğu kimi bu məsələdə də sələf alimlərinin yolunu tutsunlar, sələf alimlərinə qayıtsınlar və həm özlərini, həm də insanları həlaka sürükləməsinlər. Hədislərində də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizi çəkindirir. Bir hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bildirir ki, kimin dövlət başçısına bir etirazı varsa, qoy əlindən tutub onu təklikdə ona bildirsin. Və əgər qəbul etməzsə, o halda həmin insan öz üzərinə düşən vacibi yerinə yetirmiş olur. Fikir versək, burada Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə təklikdə nəsihət etməyi buyurdu. Əgər kimin imkanı varsa buna. İmkanı yoxdursa, sözsüz ki, Allah hər bir insanı gücü çatanı qədər yükləyər. Nəsihətim budur ki, həmin insanlar Allahdan qorxsunlar və bu məsələdə sələf alimlərinin yolunu tutsunlar.